İnsanlar olaraq bizim musiqiyə bağımlılığımız çox uzun illər əvvələ dayanır. Əvvəllər musiqi çalarlar, kasetlər, radiolar, köhnə musiqi avadanlıqları var idi. İndi 21-ci əsrlə bərabər bu yeni çıxan MP3 çalarlar və telefonlar vasitəsilə musiqiyə qulaq asmaq da bir o qədər rahatlaşdı. Əvvəllər hətta şnurlu naushniklərdən istifadə edirdik. Artıq isə Bluetooth-la qoşulan qulaqcıqlardan istifadə edirik ki, bu bizim uzaq məsafələrdən də musiqi dinləməyimizə kömək edir. Metroda, marşrutda, avtobusda, qonaqlıqlarda, yatarkən, oyaq olarkən, idmana gedərkən çox zaman musiqi dinləyirik. Ancaq bilmədiyimiz bir şey var ki, musiqinin sənin motivasiyanı qaldırdığı kimi də mənfi xüsusiyyətlərə də malikdir. Yəni elə musiqilər var ki, həqiqətən də insanın beynini çürüdür. Bu gün bu mövzu haqqında danışacağıq. Mən Mehrac, kanalıma xoş gəldiniz. Musiqi dinləmək nə anlam ifadə edir? İlk olaraq bundan başlayaq. Musiqi dedikdə bizim sevdiyimiz melodiyaların, sevdiyimiz müğənnilərin, sevdiyimiz musiqiləri dinlədiyimiz bir playlistimiz olur. Musiqi dinlərkən özümüzü daha gümrah, daha aktiv, daha motivasiyalı hiss edirik. Bəzən musiqi dinləyərkən xəyal falan da qururuq, yürüyüşə çıxarkən musiqi dinləyirik və idmandaykən sonuncu seti qaldırmaq üçün o musiqiyi qoyuruq. Musiqi də bizə çox kömək edir, həqiqətən də haqqına girmək lazım deyil. Ancaq musiqinin gətirdikləri kimi də bir o qədər də böyük ziyanları vardır. Musiqinin ən çox ziyanı olan melodiyası deyil, onun sözləridir. Məsələn, sən sadəcə rock musiqiyə və ya sərt ağır bir şey qulaq assan, beynin subliminal mesajlarla yox olacaq deyə bir şey demir. Məsələn, bu müasir çıxan replərdə, musiqilərdə görmüsən, nə bilim, o pul sənin, o maşın sənin, o qız mənim, bunu belə aldım, bunu belə satdım, bu maddəyə istifadə elədim, spirtli, içki, zadmat. Biz bunlara beynimizlə qulaq asdıqca bu sözlər bizim beynimizdə təkrarlanır. O deyir, məsələn, mən bunu etdim. O musiqidə eşitdiyini beynin sənin həqiqətən də sən bunu etmiş kimi algılayırsan. Məsələn, normalda içki içmək normal bir şey deyil, sağlam bir şey deyil. Amma sənin beyninə elə empoze eləyir ki, sən elə hiss edirsən ki, içki içmək normal bir şeydir. Və ya nə bilim, qızlarla gəzdin, maşın sürdün falan, nə bilim, belə şeylər, yəni pis alışqanlıqları sənin beyninə empoze etməyə çalışırlar. Buna görə bu musiqilər həqiqətən də zibil kimi bir musiqidir. Yəni biraz kobud oldu ifadəm, amma bu musiqilər həqiqətən də zibil qutusuna atılmalı musiqilərdir. Və zaman keçdikcə də müasir musiqilərdə ən çox müşahidə olunur. Çünki insanlar olaraq biz əgər nəyə meyilli oluruqsa, bizə də onu verirlər. Sən məndən 5 manat istəsən 5 manat verəcəm, 10 manat istəsən 10 manat verəcəm, dollar istəsən dollar verəcəm. Məsələn, normal musiqilər də var. Mən ümumiyyətcə bütün musiqilərə pis demirəm. Ancaq onların dinləyicisi məsələn aylıq 20 min dinləyicisi varsa, mən bayaq çəkdiyim nümunənin tərzinin dinləyiciləri isə 4 milyondur, 3 milyondur. İndi səncə 20 minlik adam önə çıxar, yoxsa 4 milyonluq adam önə çıxar? Yəni bu sualın da cavabını özümüz bilirik. Musiqi dinləməyi gizli silahına da çevirə bilərsən. Əlbəttə ki, faydalı musiqiləri. Məsələn, bu gün çox yorğunsan, idmana getməlisən, amma idmana heç də gedəsin yoxdur. Məsələn, belə bir şey qoya bilərsən, idmana gedərkən yolda musiqi dinləyəcəm və ya idmandaykən musiqi dinləyəcəm. Sırf musiqi idmanla kontakt qurursan, belə zəncir şəklində əlaqə qurursan musiqi ilə idman arasında. Sən idman etdikdə musiqiyə qulaq asmaq istəsən, məsələn, sırf idmana artıq bu dəfə idman etmək üçün yox, musiqiyə qulaq asmaq üçün gedəcəksən və bu sənə faydalı qazanc olaraq geri dönəcək. Məsələn, mən bunu ən çox yürüyüşlərdə edirəm. Məsələn, yürüyüşə çıxmaq istəmirəm, 2 saatda 10 kilometr tək dalına getmək əlbəttə sıxıcıdır. Ancaq musiqiyə qulaq asıram yolun yarısında. Bu mənə həqiqətən də xoş təsir edir. Hətta musiqi bitiriləndə bəzən olur, qulaqcığı çıxarıb mənzərə şəkilləri falan da çəkirəm. Buraya ekrana bir ikisini qoyacağam, baxa bilərsiniz. Musiqi dinləməyin başqa bir mənfi xüsusiyyəti odur ki, otantik düşüncələri aradan qaldırır. Hansı ki, o eşitmisəni beyninə gələn beyin fırtınası, parlaq fikirlər, birdən-birə gələn ideyaları aradan qaldırır. Bu elmi araşdırma demərəm, bunu öz üstümdə görmüşəm. Məsələn, əvvəllər video fikri, məsələn, yolda fikirləşə bilirdimsə, musiqi dinlədikdən sonra video fikirlərimin sayı biraz azalmağa başladı. Yəni daha az video fikirləşməyə başladım. Məsələn, mən bu videoların çoxunu yolda fikirləşərkən, məsələn, WhatsApp-a falan özümə not edirəm, evə gələrkən də mətnin skriptini yazıram. Ancaq elə olur ki, musiqiyə qulaq asanda mən artıq beynim bunu düşünməyə sərf etmək istəmir. Beyin tək qalanda başlayır yeni fikirlər irəli sürməyə, ideyalar atmağa, amma sən beynini məşğul etdikdə beynin əlbəttə ki, yorulur.
Və musiqi ilə dincəlmək bəzən mümkündür, bəzən yox. Ağır sözlü musiqilərə qulaq asarkən dincəlmək mümkün deyil, çünki sən beynini bir qədər yorursan. Yekun olaraq musiqi zərərlimidir, deyilmidir bu sualın cavabını verəcəyim olsam, bəzi növ musiqilər əlbəttə zərərlidir, amma musiqinin faydalarını da göz ardı etmək lazım deyil. Musiqi dinlərkən çalışın qədərində dinləyək, müəyyən zamanlarda dinləyək, seçdiyimiz, qulaq asdığımız musiqilərin nə musiqilər olduğuna diqqət yetirək və musiqi qulaq asarkən çalışaq arada sırada beynimizin otantik düşüncələrinə də yer verək. Bu günlük musiqi haqda danışdıq, musiqinin necə bir şey olduğu haqda danışdıq. Əminəm faydalı bir video oldu. Sizin də bu mövzu haqqında düşüncələriniz varsa, şərhlər qismində məndən bölüşə bilərsiniz. Şərhlərin hamısını oxuyacağam. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın.